Qord, sabah özünüzü təmkinli aparmağa çalışın. Başınızı itirməyin və cazibədar bir təklif aldıqda riskli maliyyə əməliyyatlarından uzaq durun. Günün başlanğıcı qoçlar üçün maliyyə işlərində uğur gətirməyəcək. Özünüzü soyuqqanlı aparın. Əlbəttə, təşəbbüskarlığınız və israrlılığınız hadisələrin sürətlənməsinə təkan verə bilər. Günün ikinci yarısı harmoniya və daxili tarazlıq içində keçəcək. Aqressiv əhval-ruhiyyəli insanlardan uzaq durun. Mübahisələrdə iştirakdan çəkinin. Buğa, bugünün hadisə və şəraiti buğaları peşə sahəsində enerjili addımlardan çəkindirir. Bugün astroloji şəraitin dəyişməsi ilə əlaqədardır və buna görə də gözlənilməz nəticələri olan çətin bir dövrə çevrilə bilər. Müsbət düşüncələrə köklənməyə çalışın. Düşüncələrinizdə eqoizm və şöhrətpərəstlikdən uzaqlaşın. Bugün çox güman ki, əvvəl yarımçıq qalmış işlər, eləcə də son günlərin tapşırıqları özünü xatırladacaq. Axşam saatlarında spirtli içkilərin qəbulunu məhdudlaşdırın və həddindən artıq yeməkdən çəkinin. Çünki özünüzü pis hiss edə bilərsiniz. Əkizlər, cari dövrün astroloji şəraiti peşəkar və yaradıcı fəaliyyət sahəsində qabiliyyətlərinizi göstərmək üçün əlverişlidir. Bugünkü gün həmçinin həyat yolunu yenidən nəzərdən keçirmək zərurəti ilə bağlıdır. Bugünün böyük hissəsini yeni işgüzar təkliflər tutacaq. Bürcünüzün kişi nümayəndələrini bugün xoş bir insanla görüş gözləyir. Əkizlər qadınları üçün isə bugün fiziki məşqlərlə məşğul olmaq faydalı olacaq. Axşam saatlarında həm bürcünüzün güclü, həm də zərif nümayəndələrində səbəbsiz kədər hissi yarana bilər. Xərçəng, əks cins tərəfindən artan diqqət görəcək bütün xərçəngləri maraqlı görüşlər və xoş insanlarla ünsiyyət gözləyir. Bu dövrün şəraiti günün birinci yarısında yığılıb qalmış qayğılardan azad olmağa və görülən işlərə yekun vurmağa vaxt ayırmağı tövsiyə edir. Günün ikinci yarısı iş kollektivində ünsiyyət, birgə fəaliyyət və xoş bir mühitdə istirahət üçün əlverişlidir. Axşam saatlarında isə heç bir aydın səbəb olmadan yaxın insanlarla mübahisə yarana bilər. Bu vaxt göstərəcəyiniz səbir və nəzakət yaranmaqda olan münaqişəni neytrallaşdırmağa kömək edəcək. Şir, şirlər üçün risk etmək və bəxtini sınamaq baxımından uğurlu gündür. Görüləsi işlər çoxdur və onları təxirə salmaq olmaz. Burada yaradıcı qabiliyyətləriniz sizə kömək edəcək. Sağlamlığınızı da unutmayın. Daimi gərginlik orqanizminizə zərər verə bilər. Buna görə də qayğıların bir hissəsini iş yoldaşlarınızın üzərinə qoymağa çalışın. Hadisələrlə zəngin bir günə baxmayaraq, bugün romantik münasibətlər üçün də vaxtınız olacaq. Qız, bugün qızları sənət və arayışların axtarışı ilə bağlı qayğılar gözləyə bilər. İşgüzar sahədə tərəfdaşlıq, münasibətləri əlverişli şəkildə inkişaf edir ki, bu da sizə sevinç bəxş edəcək və yaxşı gələcəyə ümid yaradacaq. Axşam ailə dairəsində istirahət planlaşdırın. Yaxınlarınız sizin diqqət və qayğınıza ehtiyac duyurlar. Belə etsəniz, onların minnətdarlığının həddi-hüdudu olmayacaq. Tərəzi, tərəzilər üçün gün qayğılı və tələsik keçəcək. Lakin məsələyə yaradıcı yanaşsanız, bu problemi həll edə biləcəksiniz. Sabah planlarınızı kənar şəxslərlə bölüşməyin, həddindən artıq danışqan olmayın. Bu sizə zərər verə bilər. İşgüzar həyatın gərgin tempi sizi yorur. Qidalanma rejiminizi nəzərdən keçirin. Vitamin kompleksi seçin. Axşam yaxınlarınızın işlərinə qarışmamaq mövqeyi sizi xoşagəlməz hallardan qoruyacaq. Əqrəb, enerji baxımından güclü bir gündür. Əqrəblərin enerjisi coşub daşır. Lakin həddi aşmayın və istirahət üçün də vaxt tapın. Gün səmimi söhbətlər üçün çox əlverişlidir. Bu söhbətlər zamanı özünüz haqqında çox maraqlı məqamlar öyrənə bilərsiniz. Bugün hər hansı sənədləri rəsmiləşdirərkən səhvlərə yol verməmək vacibdir. Nə isə imzalamazdan əvvəl mütləq diqqətlə oxuyun. Oxatan, mövcud astroloji vəziyyət hadisələrin ahəngdar inkişafını və maddi rifah vəd edir. Şərait bugün oxatanlara demək olar ki, istənilən sahədə uğur qazanmaq imkanı yaradacaq. Yeni layihə üzərində işləməyə başlayın. Öz biznesinizi açın, sərmayə yatırın və qazanc əldə edin. Özünüzü də xatırlamağın vaxtıdır. Oğlaq, maddi xərclər, oğlaqların yeni maliyyə resursları və əlavə gəlir mənbələri axtarmağa aktiv şəkildə başlamasına səbəb ola bilər. Günün ikinci yarısında gərgin iş gücünüzü zəiflədə bilər. Lakin maliyyə perspektivləri daha aydın görünəcək. Bugün siz israrlısınız və mövqeyinizi müdafiə etməyə hazırsınız. Bu dövrdə hər addımınızı planlaşdırmaq vacibdir. Teoriyadan praktikaya keçməyə sizi vadar edən motivləri tapın. Dolça, daha çox susmağa çalışın və iş yoldaşlarınızı planlarınız barədə məlumatlandırmayın. Hətta ən yaxşı dostlarınıza da bugün heç nə danışmayın. İki nəfərin bildiyi hər şey hamıya məlum ola bilər. Günün ikinci yarısında bəlkə sənəd və ya digər arayışların hazırlanması ilə bağlı ehtiyac yaranacaq. Dostlarınız bu işdə sizə dəstək ola bilərlər. Bugün sizə işgüzar səfər təklif olunarsa imtina etməyin.
Balıqlar. Həyatdakı çətinliklər və maneələr bir çoxlarını geri çəkilməyə məcbur etsə də, balıqları yolundan döndərə bilməyəcək. Şansa bel bağlamayın. Yalnız özünüzə güvənin. Bugünün astroloji şəraiti başlanan işləri uğurla başa çatdırmağa kömək edəcək. Yalnız siz baş verənləri düzgün qiymətləndirə bilərsiniz. Lakin mütləq diqqət mərkəzi olmaq istəyinizi cilovlayın. Bugün buna ehtiyac yoxdur. Günün ikinci yarısında maraqlı görüşlər gözlənilir. Axşam isə ehtiyatlı olun. Əks halda xoşagəlməz hadisələrdən qaçmaq mümkün olmayacaq.